Açığı bu videonu mən də izlədim. Uşağını qoyub Azərbaycandan Türkiyəyə qaçan Nailə Şirinova Esra Erolun verilişində tapıldı. Bu videonu mən də izlədim. Ay qadınlarımız, ay qadınlarımız. Siz nəyə qadirsiniz? Niyə belə edirsiniz? Niyə uşağınızı, ailənizi qoyub Türkiyəyə qaçırsınız? Burada nələr etmirsiniz? Nələr etmirsiniz? Onsuz biabırçılıqdır bizim sosial verilişlər. İyulun 23-də 3 yaş yarımlı uşağın tərk edən Azərbaycanda Türkiyəyə qaçan Nailə Şirinovun qaldığı yer tapılıb. Təbii ki, konkret nöqtəsi bu haqda, o da istinad edib oxu nöqtəza. Nailədən ayrı qalan ata Səməd Şirinov Türkiyəyə yayımlanan Esra Erol verilişində iştirak etmək üçün qonşu ölkəyə aparılıb. Məsələn, mən ona baxdım o atıya da, mən atanın əvəzinə utandım. Gün nə demək istəyirsiniz? Nailə dön, Nailə səni məhv eləyəcəm, Nailə nə bilim oğlana hədə qorxu gəlir. Sən burada qızına normal tərbiyə versəydin, yəni onu daha vətənsevər, xalqsevər, ailəsevər etsəydin, o Türkiyəyə getməzdi. Siz də gedib o verilişdə oğlanı hədələyirsiniz. Oğlanı hədələmək lazım deyil, Türk vətəndaşını. Qızınız gedib, o da ona, nə bilim, düşünürəm ailə qurub, hələ ki bu konkretləşməyib, amma qarşı tərəflər deyir ki, ailə quracağıq. Verilişini aparsa Esra Erol və komanda Səməd Şirinovun qızına aparılan arasında nəticəsində tez bir zamanda tapıb, yəni aparan kimdir? Müəyyən edilib ki, Nailə Şirinova 5 aydır Kocaeli vilayətinin Derinci rayonu yaxınlığında Bekir Özdemir adlı kişinin yanındadır. Ata və qızı uzun müddətdən sonra ilk dəfə canlı yayında səsli görüşüblər. Bununla belə Nailə atası ilə üzə görüşməyi rədd edib və o orada dedi: mən sizinlə görüşmürəm, mən sizi istəmirəm, mən sizi sevmirəm. Azərbaycanlı qadın Türkiyədə gedib, azından utandı, dünya baxır. Türkiyənin kanallarına, Türk dövlətinin kanallarına dünya baxır, dünya Azərbaycanlıları baxır, İslam ölkələri baxır. Azından atana belə danışmaq, mən düşünürəm, bir nə tökərsən, aşını o da çıxar qaşına. Ata necə tərbiyə veribsə, qız da ona dönüş etdi.